Salam, hər vaxtınız xeyir. Mən Həqiqət müəllimə. Bugün sizinlə 7-ci sinif 6-cı bölmənin 4-cü mövzusu ekoloji piramidaların izahını paylaşacağım. Ekoloji piramidalar ilk dəfə Charles Elton tərəfindən araşdırılmışdı və o Böyük Britaniyanın tundra meşələrində bunu araşdırmışdı və belə qənaətə gəlmişdi ki, piramida şəklində bütün ekosistemlərdə həm qida əlaqələri olur, həm enerji ötürülməsi olur və bu canlılar arasındakı əlaqələr zamanı onların piramidanın hər pilləsində sayı və yaxud biokütləsi və yaxud ötürüldüyü enerji dəyişə bilir. Bu səbəbdən biz ekoloji piramidaların müxtəlif formalarını bu mövzuda öyrənəcəyik. Əvvəla enerji piramidası anlayışını öyrənəcəyik. Daha sonra ədəd piramidası anlayışını öyrənəcəyik. Daha sonra biokütlə piramidası anlayışını öyrənəcəyik. Birinci olaraq enerji piramidasından danışmaq istəyirəm. Enerji bir ekoloji piramidada hər pillədə azalır. Nəyə görə azalır? Çünki ilkin zəncir produsentdir. Quru ekosistemində də, su ekosistemində də biz burada hər ikisini görürük. İlkin zəncir produsent olmalıdır. Bəs produsent enerji mənbəyi kimi nədən istifadə edir? Təbii ki, günəşdən istifadə edir. Günəş işığını əldə edən produsent ondan enerji özü üçün kimyəvi enerji hazırlamış olur. Bəs bu enerjini nəyə sərf eləyir? Bu qida enerjisini nəyə sərf eləyir? Qidadan əldə etdiyi enerjini öz həyat fəaliyyət prosesləri zamanı istifadə edə bilər. Daha sonra təbii ki, bir qismini də istilik şəklində ətrafa yaya bilər. Bu səbəbdən bitkidə çox cüzi bir qismi onun ehtiyat halında saxlanılacaq. Həmin o ehtiyat halında saxlanılan enerji bitki ilə qidalanan növbəti trofik səviyyəyə keçid edəcək. Yəni, konsument 1-ə keçid edəcək. Təbii ki, konsument 1-də də eyni proseslər baş verəcək. O da bitkidən əldə etdiyi enerjinin yenə böyük bir qismini istifadə edəcək, bir qismini istilik şəklində ayıracaq və ya bədən temperaturunu sabit saxlamaq üçün istifadə edəcək. Çox cüzi bir qismini də yenə ehtiyat halında saxlayacaq. Həmin onun ehtiyat halında saxladığı da yenə cüzi o enerji keçəcək ikinci konsumentə və ya üçüncü trofik səviyyəyə. Eyni şeyi növbəti biz piramida halqasında da görəcəyik. Buna görə də 4-5 halqadan çox qida zənciri ya da piramida uzana bilmir. Enerji itkisi səbəbilə. Və enerji piramidası həmişə düzgün piramida olur. Yəni aşağı halqa çox olur, yavaş-yavaş pillələr kiçilə-kiçilə gedir. Enerji piramidasının yəni fərqli bir formasını görməyəcəyik. Çünki hər dəfə enerji itkisi baş verdiyinə görə yuxarıya doğru getdikcə piramidanın pillələri kiçilmiş olur. Bu enerji piramidası haqqında məlumat. İndi gəlin burada biz verilmiş enerji piramidasını tədqiq edək. Bizə bir qida zənciri verilib, kahı, dovşan və tülkü olmaqla. Kahı burada produsentdir, trofik səviyyə 1 hesab olunur, produsentdir. Dovşan trofik səviyyə 2 hesab olunur, konsument 1-dir. Tülkü trofik səviyyə 3 hesab olunur, konsument 2-dir. Burada kahı günəş enerjisi hesabına üzvü maddəni özü hazırlayıb, amma onun hamısını özündə ehtiyat halında saxlamayıb. Əvvəla dovşan kahını bütövlüklə yeməyəcək, onun bir hissəsi qalacaq. Orada da təbii ki, enerji var idi, oradan bir itki baş verəcək. Sonra kahının əldə etdiyi, hazırladığı enerjini böyük bir qismi onun özünün həyat fəaliyyət proseslərinə sərf olunub deyə, yenə hamısını dovşana keçid eləməyəcək enerjinin hamısı. Çox cüzi bir qismi, bu adətən 10%, orta rəqəm olaraq 10% ilə hesablanacaq. Yəni, hər trofik səviyyədə 10% enerji keçəcək növbətiyə. Kahdan dovşana 10%, dovşandan canavara 10% olmaqla qida zəncirinə qədər uzansa eyni 10%-dən hesablaya bilərik.
Geriyə qalan 90% isə itkiyə gedir. Necə itkiyə gedir? Elə bunu da bizim üçün verib. İtki dediyimiz, yəni həmin o trofik səviyyə öz üçün istifadə edir o enerjini. Yəni məsələn bitki olsun, 90%-ni öz üçün istifadə edir. Dovşan da kahıdan əldə etdiyi 10%-in yenə 90%-ni öz üçün istifadə edir. Yerdə qalan o enerjinin də 10%-i tülküyə keçid etmiş olur. Qalan hissə, məsələn, tullantı məhsulları vasitəsilə, nəcis vasitəsilə və yaxud da bitkinin tullantı məhsulları nektar vasitəsilə xaric oluna bilər. Ya da bayaq qeyd etdiyimiz kimi həyat fəaliyyəti proseslərinə sərf oluna bilər. Ya da tülkü məsələn dovşanın bütün hissələrini, bədən hissələrini yemir. Onun qalan bədən qalıqlarında da enerji qalmış olur. Bu şəkildə də itkiyə getmiş olur. Qısacası 10% sadəcə bir trofik səviyyədən digərinə keçid edə bilən orta enerji faiz miqdarıdır. Davam edirik. Nümunə bir enerji piramidası verilib bizə. Baxın, nümunə olaraq normal prodüsent, ilkin konsument, ikinci və üçüncü konsumentlər olan 4 trofik səviyyədən ibarət bir qida piramidası verilib bizə və fikir verirsinizsə, prodüsentlərdə toplanan enerjini 100 kilojol, 10.000 kilojol olaraq qeyd edir. 10.000 kilojol olaraq qeyd edir. Prodüsentdən ilkin konsumentə 10% keçdiyi üçün artıq ilkin konsumentdə 1000 kilojol enerji toplanmış olur. İlkin konsumentdən isə ikinci konsumentə, yəni 3-cü trofik səviyyəyə keçən enerji yenə 10% olduğu üçün 1000-in 10%-i 100 kilojol toplanır ikinci konsumentdə. İkinci konsumentdəki 100 kilojol toplanan enerjinin də yenə 90% itir və 10%-i, yəni 10 kilojolu 3-cü konsumentə keçid etmiş olur. Artıq bu da yəni maksimum 4-cü, 5-ci halqadan o tərəfə də keçid edə bilmir. Yəni enerji azala gedir. Bir yerdən sonra artıq növbəti halqaya keçəcək enerji miqdarı olmadığı üçün qida zənciri orada dayanır. Enerji piramidası da həmçinin. Burada 90% itkiyə gedir, 10% isə bir trofik səviyyədən digərinə keçid etmiş olur. İtkiyə gedir dediyimizdə, yəni orqanizmin öz fəaliyyəti üçün sərf olunan və yaxud öz tullantı məhsulları zamanı xaric olunan ya da istilik şəklində ətrafa yayılan enerjidir həmin o 90%. Demək, davam edirik. Burada da biz fəaliyyət bölməsində 4 trofik səviyyədən ibarət bir piramida görürük. Hansı ki, burada da prodüsent, ilkin konsument, ikinci konsument, üçüncü konsument var və hesabladığımız zaman prodüsentdə toplanan 200.000 kilojol, 200.000 yəni kilojol enerjinin biz fikir versək, elə 19.600 onun 10%-idir təqribən. Yenə 19.600-dən ikinci konsumentə keçən 2000-də yenə 19.600-ün 10%-idir. Eyni ilə 2000-in də 10%-i təqribən 190 olaraq burada qeyd olunub, yəni orta rəqəm olaraq biz hamısında ötürülən enerjini 10% olaraq qiymətləndirə bilirik. Hamısında 10% enerji ötürülməsi müşahidə olunur. Düzdür, %100, yəni 10% ilə görünməsə belə, yəni onsuz da biz burada orta hesablasaq, hamısında 10% keçidin olduğunu müşahidə edirik. Ona görə orta biz bunu 10% ilə hesablamış oluruq. 90% itkiyə gedir, 10% isə bir halqadan digərinə ötürülən enerjidir. Davam edirəm ədədlər piramidası ilə. Enerji piramidasını qeyd etdik. İndi ədədlər piramidasına baxaq. İstənilən qida zəncirində hər trofik səviyyənin sayı fərqli olur. Bunu müəyyən dövr ərzində hesablayırlar. Məsələn, bir qida zənciri nümunə olaraq verir bizə. Ot, dovşan, ilan və şahin. 4 trofik səviyyədən ibarət bir qida zənciri. Burada otların, dovşanların, ilanların, şahinlərin bu cür qida zənciri yaratmaları üçün onların müəyyən bir müddət ərzində, məsələn, burada bizə səhv etmirəmsə 1 ay müddətində qeyd edir ki, 1 ay müddətində, amma bunu fərqli müddətlər üçün də hesablaya bilərik. Biz 3 ay müddətinə, 6 ay müddətinə, 1 il müddətinə də hesablaya bilərik. Bu 1 ay müddətinə hesablayır. 10 ədəd şahin var həmin ekosistemdə. Şahinlərin hər biri 1 ay müddətində nə qədər ilan yeyir? Məsələn, baxırlar ki, 1 ay müddətində hər şahin, yəni 1 ayda 10 şahinin yaşaması üçün 300 ilan lazımdır. Çünki bunların hərəsi 30 dənə ilan yeyir.
gündə bir dənə ilan yeyir deyək ki, bir ay ərzində 30 ilan yemiş olar. O zaman 10 şahinin yaşaması üçün 300 ilana ehtiyac var. Demək ki, ədəd piramidasında biz ilanlar üçün şahinlərdən daha böyük bir pillə ayırmalıyıq, fikir verirsinizsə. Daha böyük pillə ayırıb. 300 ilanın da bir ay ərzində doyması üçün onlara orta hesabla 18.000 dovşan lazımdır. Yəni 18.000 dovşanla qidalanacaqlar 300 ilan bir ay ərzində. Bu 18.000 dovşanın da təqribən hesablayıblar ki, bunların gündə hər dovşan yəni təxminən 15 ot bitkisi yeyib. Yəni bu rəqəmlər əzbərləmək məcburiyyətində deyilsiniz. Orta statistika çıxartmaq üçün nümunə kimi baxırıq. Yəni baxıblar ki, ümumi bir ay ərzində hesablayanda 18.000 dovşanın qidası üçün 8.100.000 produsent, yəni ot bitkisinə ehtiyac var. Bu da onu göstərir ki, ədəd piramidasında produsent ən böyük pilləni təşkil edəcək. Və bu piramida düzgün piramida hesab olunur. Nəyə görə biz düzgün piramida deyirik? Bəzən piramidanın tərsinə çevrilmişini görə bilərik. Bəzən orta halqa digərlərindən daha uzun ola bilər. Yəni fərqli biz piramida formaları görə bilərik. Amma bu primitiv, stabil bir piramida formasıdır və əksərən biz bunu görəcəyik. Amma istisnalar da var. Enerji piramidasında qətiyyən istisna yoxdur. Amma biokütlə və ədəd piramidasında istisnalarımız olacaq. Normal halda yenə əksərən normal düzünə piramida olacaq. Yəni aşağıdan yuxarıya doğru azalan piramida. Amma ədəd və biokütlə piramidasında bu stabil piramidadan daha fərqli formaları da biz müşahidə edə bilərik. Davam edirik biokütlə piramidası ilə. Biokütlə nədir? Biokütlə hər trofik səviyyənin bütün suyu çıxarıldıqdan sonra yerdə qalan çəkisi, kütləsidir. Məsələn, ədəd piramidasında biz produsentləri məsələn, say etibarı ilə qeyd etmişdik 8.100.000 ot bitkisi olaraq. Amma onun suyu çıxarıldıqdan sonra kütləsinin nə qədər olacağını təyin edərək bir piramida qursaq, bu olacaq onun biokütlə piramidası. Yuxarıda verilən qida zəncirini burada da görürük. Ot, dovşan, ilan, şahin. 4 yenə trofik səviyyədən ibarət bir qida zəncirini burada da görürük. Və onların da, yəni bədənlərindəki suyun çıxarıldıqdan sonra belə deyək, qalan kütlə onların biokütləsini təşkil edir və biz yenə eyni ədəd piramidasında olduğu kimi düzgün bir piramida qura bilirik. Həmçinin biokütlə piramidasında da. Çünki yenə ot bitkilərinin biokütləsi ilkin konsumentdən çox olur. Produsentin biokütləsi ilkin konsumentdən çox olur. İlkin konsumentin biokütləsi ilanlardan çox olur. İlanların biokütləsi, yəni ikinci konsumentin biokütləsi də üçüncü konsumentin biokütləsindən, yəni şahinlərin biokütləsindən çox olur. Nəticədə yenə piramida aşağıdan yuxarıya doğru azalaraq davam edir və düzünə piramida əldə olunmuş olur. Amma fərqli formalarla da tanış ola biləcəyik burada. Baxın istisna hallarımıza. Bir daha qeyd edirəm, enerji piramidasında istisna yoxdur. Həmişə 10% keçid olduğu üçün azala gedəcək aşağıdan yuxarıya doğru. Amma ekoloji piramidalarda müxtəlifliyi biz ədəd və biokütlə piramidasında görə bilərik. İstisna hallarımızı biz daha çox nəyə əsasən yadımızda saxlayacağıq? Birincisi, ədəd piramidasında parazit orqanizm əgər olarsa, ekoloji piramidada parazit orqanizm varsa, o zaman tərsinə çevrilmiş biz piramida əldə edəcəyik. Necə olur bu? Məsələn, fikir verirsinizsə, burada bizə bir qida zənciri verib nümunə olaraq. Palıd ağacı, mənənə, bir hüceyrəli orqanizmlər. Burada palıd ağacı bizim üçün böyük bir biokütləyə malik ola bilər, amma biokütlə olaraq normal piramidadır. Çünki palıd ağacının ağırlığı mənənədən daha çoxdur. Mənənənin də hamısını toplayıb onların biokütləsini hesablasaq, bu da bir hüceyrəli orqanizmlərdən çoxdur. Yəni biokütlə piramidası bu qida zənciri üçün düzünə piramidadır. Baxın, normal bu piramidadır, düzünə piramidadır biokütləsinə görə. Amma sayına görə eyni şeyi deyə bilmirik. Çünki bir ədəd palıd ağacına, yəni orta hesabla götürsək, nə qədərsə mənənə düşür. Məsələn, orta hesabla götürürəm mən bunu, misal üçün 50 dənə mənənə götürürəm. Bir palıd ağacının üstündə
məsələn 50 dənə mənənə olsa, bu 50 dənə mənənənin bədənində də çoxlu sayda parazit bir hüceyrəli orqanizmlər yaşayır, yəni ondan qida kimi istifadə edir. Bu səbəbdən də artıq qida zənciri tərsinə çevrilmiş olur. Əgər bir qida zəncirində parazit orqanizm varsa, o zaman o qida zənciri tərsinə çevrilmiş ədəd piramidasına malik olur. Yenə də qeyd edirəm, burada biokütlə piramidası düzünə piramidadır, amma ədəd piramidası, yəni sayları parazitlərin çox olduğuna görə, palıd ağacından çox olduğuna görə ədəd piramidası tərsinə çevrilmiş formada olur. Başqa harda biz istisna hal görürük? Bir də biz görəcəyik istisna halı demək su ekosistemində fitoplanktonlarla zooplanktonlar arasındakı qida əlaqələrində. Gəlin onu da aydınlıq gətirək. Biz burada biokütlə piramidasını görürük istisna hal kimi, yəni müxtəliflik, ekoloji piramida müxtəlifliyi kimi. Buradakı ədəd piramidası düzünə piramidadır. Düzdür, onu burada qeyd etməyiblər. Yəni buradakı kimi yenə fitoplanktonlar sayca çoxdular, ən çox onlardılar. Daha sonra zooplanktonlardılar, sonra kiçik balıqlar, sonra iri balıqlar. Yəni normal düzünə piramidadır. Bu qida zəncirinin demək ədəd piramidası. Amma biokütlə piramidası müxtəlifliyə malikdir. Çünki fitoplanktonların suyu çıxarıldıqdan sonra qalan biokütləsi zooplanktonlardan daha azdır. Amma bu o demək deyil ki, fitoplanktonların sayı da azdır. Onların sayı zooplanktonlardan çoxdur. Zooplanktonlar qidalandıqca onlar öz saylarını bərpa edə bilirlər, sürətlə çoxalaraq. Ədəd piramidasında fitoplanktonlar daha böyük, belə deyək, pilləyə malikdir. Amma biokütlədə, suyu çıxarıldıqdan sonra qalan kütlədə fitoplanktonların kütləsi zooplanktonlardan daha aşağı olur. Bu səbəbdən də burada biz normal düzünə, belə deyək, piramida müşahidə edə bilmirik. Fitoplanktonlar aşağı pillədə daha, belə deyək, az kiçik bir pilləni tutmuş olur. Zooplanktonlar ən çox, ondan sonraki normal piramida kimi davam eləyir, azalaraq davam eləyir. Amma fitoplanktonların biokütləsi zooplanktonlardan və kiçik balıqlardan daha az bir biokütləyə malik olmuş olur. Bu cür istisna hallar mövcuddur, amma yenə də deyirəm, normal əksər qida zəncirlərində və ekoloji piramidalarda düzünə piramida müşahidə olunur. Enerji piramidası həmişə düzünədir. Qeyd etdiyimiz biokütlə piramidası da əksər vaxtlar düzünədir. Amma ədəd, yəni say piramidasında parazit orqanizm gördüyünüz zaman tərsinə çevrilmiş piramida müşahidə olunur. İstisna hallarımızı gəlin şəkil üzərində də müşahidə edək. Bizə 3 fərqli qida zənciri veriblər. Ot, dovşan, ilan, qartal. Bu normal həm ədəd, həm biokütlə, həm də enerji piramidası düzünə olan bir qida zənciridir. İstisnasızdır. Amma ikinci biz qida zəncirində müşahidə edirik ki, biokütlə piramidası yenə düzünədir. Baxın, birincidə olduğu kimi. Amma parazit orqanizm burada müşahidə olunduğuna görə, çünki mənənələr burada parazitlik edən orqanizmlərdir və mənənələr ağac üzərində parazitlik etdiklərinə görə parabüzənlər faydalı hesab olunurlar. Çünki parabüzənlər mənənələrlə qidalanırlar və parazit orqanizmləri yediklərinə görə bitkilərin qoruyucusu kimi, yəni fəallıq göstərirlər. Bu səbəbdən faydalı canlı hesab olunur parabüzənlər bu xüsusiyyətlərinə görə. Amma parabüzənlərə fikir versəz, parabüzənlər burada yəni karnivor orqanizmdir. Mənənə ilə, yəni digər heyvanla qidalanır, ət yeyən hesab olunur, karnivor orqanizmdir və həmçinin də qida zəncirində trofik səviyyə 3-də yer alır, konsument olaraq isə 2-ci dərəcəli konsument hesab olunur. Parabüzənlərin sayı mənənələrdən qismən az olacaq, quşların sayı parabüzənlərdən qismən az olacaq. Sadəcə ağac sayı ədəd piramidasında daha az olduğu üçün piramidanın ən aşağı pilləsi ən kiçik pillə hesab olunur. Çünki buradakı habitat ağacdır və o bir ədəddir. Bir ədəd ağacın üzərində çoxlu mənənə var, çoxlu parabüzən var, yəni məsələn 5-6 ağacdan daha çox sayda quş var. Bu səbəbdən də ağac sayı ədəd piramidasında ən az kiçik pilləni tutur. Üçüncü
qida zəncirini də analiz etdiyimiz zaman görürük ki, yenə biokütlə piramidası düzünə piramidadır. Yəni ot, zebrın sese milçəyində biokütlə aşağıdan yuxarı azalaraq davam edir. Amma yenə biz ədəd piramidasında istisna hal müşahidə edirik. Çünki burada da sese milçəyi parazit orqanizmdir. O səbəbdən də onun olduğu nöqtədən biz tərsinə çevrilmiş bir piramida görürük. Yəni zebrdan daha çox sayda sese milçəyi. Yəni bir zebrın bədənində parazitlik edən bir çox sese milçəyi ola bilər. Amma ot bitkilərindən də çox deyil. Nəticədə ot bitkiləri piramidada daha çox saya malikdir ədəd piramidasında. Və elm texnologiya həyat bölməsi ilə də sizi tanış etmək istəyirəm. Elm texnologiya həyat bölməsində günəş enerjisindən istifadə verilib. Bu təbiətdə də geniş yer verilmişdi bu mövzuya. Günəş panellərindən istifadə edərək günəşin enerjisindən elektrik enerjisi əldə olunur. Bu zaman birinci panel günəş enerjisini elektrik enerjisinə çevirir. Daha sonra nəzarət sistemi vasitəsilə əldə olunan elektrik enerjisi elektrik cihazlarını işə salmaq funksiyasına malik olur. Elektrik cihazları işə salınması üçün də həmin o elektrik enerjisi müəssisədə və yaxud evdə olan elektrik cihazları arasında paylanılmalıdır. Buna görə də paylayıcı sistem o enerjini, üçüncü hissədə paylayıcı sistem həmin əldə olunan elektrik enerjisini evdəki müxtəlif elektrik cihazlarına paylayır. Daha sonra da biz həmin o elektrik cihazlarına öz cihazlarımızı, yəni soyuducunu, lampanı və s. taxırıq yuvalara, elektrik yuvalarına qoşuruq və asanlıqla istifadə edə bilirik. Bu niyə görə faydalıdır? Çünki təbiətdə qlobal istiləşməyə səbəb olan bir səbəb də bizim durmadan kimyəvi enerji vasitələrindən istifadə etməyimizdir. Yəni neftdən, kömürdən və s. Buna görə də günəş enerjisi bildiyimiz kimi bərpa olunan enerji mənbəyidir. Yəni tükənməyən enerji mənbəyidir və bu səbəbdən də ondan istifadə təbiətin daha uzun ömürlü olması üçün məqsədə uyğun hesab olunur. Xülasə bölməsində belə bir qeyd edəcəm sizə ki, fikir versəz, enerji piramidasını burada da qeyd ediblər. Yəni normal düzünə piramidadır. Biokütlə piramidası və ədəd piramidasında isə normal düzünə piramidada müşahidə etdiyimiz halda biz əksinə piramidada müşahidə edirik. Tərsinə çevrilmiş piramida nə zaman müşahidə edirik? Tərsinə çevrilmiş piramidanı biokütlə piramidasında biz su ekosistemində müşahidə edəcəyik. Su ekosistemində biz tərsinə çevrilmiş piramida müşahidə edirik. Çünki prodüsentlər biokütlə olaraq su ekosistemində daha az saylı olurlar. Ondan sonra gələn herbivorlar, ondan sonra gələn karnivorlar isə sayca artırlar. Bu səbəbdən tərsinə çevrilmiş bir piramida müşahidə olunur. Eyni ilə tərsinə çevrilmiş piramidanı da ədəd piramidasında da müşahidə edirik. Onu nə zaman müşahidə edirik? Onu da parazit orqanizmlərin olduğu qida zəncirlərində müşahidə edirik. Yuxarıda da qeyd etdiyimiz kimi, fikir versəz, burada da palıd ağacı, mənənə və parazit bir hüceyrəli orqanizmlər olan qida zəncirinin tərsinə çevrilmiş piramidası müşahidə olunur. Ekoloji piramidaların müxtəlifliyi haqqında deyəcəklərim bu qədər. Növbəti dərs görüşərik. Sağ olun.